İranda zorakı daxili münaqişə ssenarisində Azərbaycan çox güman Türkiyənin dəstəyi ilə öz soydaşlarını qorumaq üçün müdaxilə etməyə məcbur olacaq. Ermənin yanına qalsaydı bundan yaxşıydı. İndi bizdən maraqlanmırsınızsa, biz bayraq götürək, keçək başqa dövlət hesabına. Əgər biz Azərbaycan vətəndaşıyıqsa, bizim qayğımıza qalınmırsa, bizi kimsə maraqlamırsa, biz köçək də buradan. Azərbaycan soydaşlarını qorumaq üçün müdaxilə etməyə məcbur olacaq. Bu sözləri Washington Post saytı dilə gətirib. Saytda deyilir, Trump İranı dağıtmazdan əvvəl etnik problemləri nəzərə almalıdır. Burada əsas məsələ İran türkləri ilə bağlıdır. Bugün Azərbaycan NATO standartlarına uyğun ordusu olan Türkiyə ilə dərin əlaqələrə və İsraillə sıx təhlükəsizlik tərəfdaşlığına malik yüksələn regional gücdür. İranda zorakı daxili münaqişə ssenarisində Azərbaycan çox güman Türkiyənin dəstəyi ilə öz soydaşlarını qorumaq üçün müdaxilə etməyə məcbur olacaq. Əziz izləyicilər, Washington Post bilmirmi ki, Azərbaycanda xalqın vəziyyəti olduqca bərbad və acınacaqlıdır. Öz xalqının dərdinə dərman olmayan bir hakimiyyət qonşuluqda olanın dadına çatacaq. Bunlar xalqımızın çəkdiyi zülmləri çox gözəl bilirlər və sadəcə xalqı İranla müharibəyə hazır edirlər. Torpaqlar mənim torpağım, mənə aiddir. Türk torpağı. Bacarsan ged al. Alacağıq. Mütləq alacağıq. Bəs biz bütün bunları niyə danışırıq? Niyə yetişdiririk o ictimai rəyi, ona niyə hazırlayırıq? Niyə yetişdiririk o ictimai rəyi, ona niyə hazırlayırıq? Müharibənin də şüarı bu olacaq. Soydaşlarımıza köməyə gedirik. Zənnimcə bu hadisənin geci və tezi var. İllər boyu sizlərə dedik, İran əleyhinə olan təbliğatların paylaşımında verdiyiniz hər bir dəstəklə özünüzü, yaxınlarınızı və ailənizi bu müharibəyə sürükləyirsiniz. Qərb, İsrail və Amerika Azərbaycanı və xalqımı bu müharibəyə illərdir hazır edir və bunun üçün hər dəfə İran gündəmə gələndə xalqdan İran əleyhinə mənfi müsahibələr alırlar. Bir dönün Ukraynanın başına gətirilənlərə baxın. Zehinlər hazır olandan sonra İranla müharibəyə girən zaman artıq xalq niyə sualını da verməyəcək. Bu oyuna getmə. Öz xalqına 30 ildən artıqdır atası və özü olmazın zülmünü verdilər. Bunları unutmayın. İndi öz aləmində güya Təbrizi alıb bir bu qədər müddətlə öz oğlunun və gəlininin zülmünə məruz qoymaq istəyir. Amma təəssüflər olsun ki, bizim Qarabağ kimi də acı təcrübəmiz var. 30 il zülmdən sonra onun bayrağı altında döyüşdük və Qarabağı ermənidən alıb Cuhuda verəcək deyə düşünmədik belə. Elə deyilmi? Mənim başıma daş düşəydi ki, Qarabağ torpağı üstündə getdim vuruşdum. Başıma daş düşəydi.